Salam, xoş gəlmisiniz. Bu videoda sizinlə bir tortun hazırlanma prosesini ən başlanğıcından son detallara qədər addım-addım paylaşacağım. Əgər siz də evdə peşəkar şəkildə tort hazırlamağa maraq göstərirsinizsə, bu video elə tam sizlikdir. Gəlin birlikdə düzgün texnika ilə zövq oxşayan bir tort hazırlayaq. Onu da qeyd edeyim ki, videoda hazırlanan misir tortudur və tortun reseptini videonun altında qeyd edəcəyəm. Əgər istəsəz siz də həm görünüşü, həm dadı mükəmməl olan belə bir tort bişirib ortaya çıxarda bilərsiniz. İlk olaraq tortun əsasını təşkil edən biskvitdən başlamaq istəyirəm. Biskvitin yumşaq, balanslı və dadlı olması tortun keyfiyyətinə birbaşa təsir edir. Burada ölçülərə və qarışdırma texnikasına diqqət etmək çox vacibdir. Məhsulları düzgün ardıcıllıqla qarışdırmaq, kütlənin havasını öldürmək və sobada düzgün temperaturda bişirmək nəticəni mükəmməl edir. Biskvit bişdikdən sonra onu tam soymağa buraxırıq. Düzdür, bu mərhələ çox vaxt aparır. Amma əslində tortun forması və kəsimi üçün ən vacib addımlardan biridir. Soyumuş biskvit daha rahat kəsilir və kremi özünə ideal şəkildə çəkir. İndi isə torta dad verən və zəriflik verən kremə keçirik. Krem nə çox ağır, nə də çox axıcı olmalıdır. Burada balans həm dad, həm tekstura baxımından çox əsasdır. Düzgün çalınmış krem tortun içində qat-qat hiss olunur və ümumi görünüşü daha peşəkar göstərir. Onu da qeyd edeyim ki, bu tortda biskvit qatlarını ayrı-ayrı çəmbərlərin içərisinə hündürlüyü 1 sm olmaq şərti ilə yayırıq və yaydığımız həmən biskvitləri sobaya göndəririk. Düzdür, bu mərhələdə tələsmək olmaz. Çünki hər qat tortun bir hissəsidir və nəticədə bütöv bir sənət əsəri yaranır. Tortun formalaşması zamanı xırda detallara diqqət etmək və son görüntüyə böyük təsir edir. İndi isə ən zövqlü hissəyə dekor mərhələsinə keçirik. Sadə, səliqəli və göz oxşayan dekor hər zaman daha zərif görünür. Burada məqsəd tortu yormamaq, onun təbii gözəlliyini ön plana çıxarmaqdır. Hər toxunuş, hər naxış bu torta ayrı bir ruh qatır. Hazır tortumuz budur. Sadə görünə bilər, amma arxasında əmək, səbir və sevgi var. Tort hazırlamaq təkcə mətbəx işi deyil. Bu bir hissi, bir anı paylaşmaqdır. Əgər bu video sizin üçün faydalı oldusa, bəyənməyi və kanala abunə olmağı unutmayın. Daha çox tort resepti və faydalı paylaşımlar üçün məni izləməyə davam edin. Növbəti videolarımızda görüşənədək.